Möhtərəm müsəlmanlar, ən birinci sizə və sonra da özümə Allahdan qorxmağı tövsiyə edirəm. Və budur, böyük bir məktəbi keçdik. Allah nəsib elədi bizə mübarək ayı, Ramazan ayı ibadətlə keçirməyə. Və bu böyük rəhmət idi. Allahın rəhməti və kimə toxundusa o Allahın rəhməti, o xoşbəxt insandır. Allah Teala özü də xəbər olmadan cənnətlə müjdələnən insandır. Çünki Ramazan ayı tövbə ayıdır. Ramazan ayı bağışlanma ayıdır. Kim əməl etdi, o nail oldu tövbəyə və Allahın rəhmətinə, o ən xoşbəxt insan oldu. Və o həmsinin elə bir məktəb idi ki, Rabbani tərbiyə idi ki, öyrətdi sənə səbri, öyrətdi sənə itaəti və öyrətdi davamlı ibadəti və əgər doğrudan da belə sənə öyrətdisə, onda sən ən xoşbəxt insansan, çünki bütün xeyirləri Allah sənə istəmişdi və istəmişdi və sənə müvəffəq etdi o Ramazanı da ibadətlə keçirməyə və Ramazan və bitməklə də ibadət bitmir. Onun üçün də Allah Subhanahu taala bizə o ayı ona görə nazil etdi ki, bizim xəbərimiz olsun ki, heç bir əməldən ta ölüm gələnə qədər ibadət bitmir. Nə qədər insan ibadət etsə də, Allah Subhanahu taala buyurur ki, sizə ölüm gələnə qədər Rəbbinizə ibadət edin. Yəni mömin, sadiq mömin daima Rəbbinə ibadət eləməlidir. Və Ramazanla ibadət bitmir. O Ramazan bitdi, Ramazan oruc ayıdır. İbadət, Ramazan oruc bitmir. Baxın, dinimiz elə bir Allah Subhanahu taala bizdə daima xeyir istəyir. O xeyirlərdən cənnətdə məqamımızı artırır, yüksəldir. Tək Ramazanla deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsi əsas odur ki, Ramazandan sonra sən necəsən, ibadətin necə olacaq? Birinci gün, dördüncü orucu var. Və ondan sonra hər ayın 13, 14, 15-i orucu var. Və sonra Şəvval ayı gəlir, oruc. O da ki, bu ayda Şəvval ayında, o da ki, elə bir oruçdur ki, Allah Subhanahu taala onun əvəzini, hər bir əməlin əvəzini Allah Subhanahu taala 10 qat verir, 10 qat. Yəni ki, Şəvval ayının orucunun hikməti, mənası nədir ki? Ramazan ayı 30 gündür. 30-u vuranda ona 300 eləyir. Bir ildə də 360 gün var. Ondan sonra 6 gün tutursan, o da 60 eləyir. Ondan sonra olur, bir il oruç savabı verirsən Allah Subhanahu taala. 6 gündən, bir aydan sonra. Və baxın, necə rəhimli dindir ki, yetər ki, insan daima əməl etsin və Rəbbinə ibadət etsin. Həmçinin baxın, əsas odur ki, o ibadət, etdiyin ibadət sənə fayda versin. İbadət fayda verəndə mömini sevindirməlidir. Necə ki, xəstə müalicədən sonra şəfa tapanda əsas tapdığı şəfadır. Əsas müalicə periodu yox. Ona görə də o xəstə şəfa tapanda müalicədən sonra neyin sevinir? Onun üçün də o ibadət ki, sənə fayda verdi, müvəffəq oldu tövbə etməyinə və sənə fayda verdi, əməllərində sadiq oldun. Bil ki, o sənin xəbis əməllərinə, qəlbin xəstəliyinə şəfa oldu. Əsas da budur. Onun üçün də baxın, sahabələr, həmsinin baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm necə idi? Həmsinin bizdən əvvəlki peyğəmbərlər, əsas odur ki, əməl edəsən. Əsas odur ki, o əməli Allah Subhanahu taala səndən qəbul etsin. Və qəbul etmək üçün də insan gərək Allahdan onu istəyə. Tək əməl bəs etmir. Baxın, peyğəmbərlər, böyük peyğəmbərlər, onlar ibadət etdilər, salih əməl gördülər. Lakin Allaha yalvarırdılar ki, ya Rabbi bizdən qəbul et. Sahabələr, baxın, Ramazandan sonra 6 ay Rəblərinə yalvarardılar ki, ya Rabbi Ramazanda etdiyimiz ibadətləri qəbul et. Onun üçün də əsas odur ki, kim etdi, əsas odur ki, kiminki qəbul oldu. Kiminki qəbul oldu. Onun üçün də baxın, qəbul məsələlərinə fikir verməlisən. Həmsinin sələfinin mövqeyində, sələfi əqidəsində əməlin qəbul olması şərtləri göstərir insan üzərində. Əməldən sonra salih əməllər artarsa, o göstərir ki, onun əməlinin qəbul olmasını. Həmsinin baxın, Ramazan bugün müsəlmanların bayramıdır. Amma əsli bayram nədir? Əsli bayram sələflərdən deyir ki, əgər sən insan tək Ramazanda yox, il boyu Ramazanda ibadət etdiyi kimi Rəbbinə ibadət etsə, Allah Subhanahu taala qiyamət günü qiyaməti onun bayram edər. Yəni əsas bayram odur ki, Allah taala qiyamət gününü sənin üçün bayram etsin. Bu günü yox, qiyamət gününü sənin üçün bayram etsin. O gündə ki, şiddətli məhşər meydanı, gün insanlara yaxın sorğu-sual, 50 min il sorğu-sual. Həmən gününü Allah Subhanahu sənin üçün bayram etsə, xoş sənin halına. Və burada da şərt nədir ki, Ramazanda ibadət etdiyin kimi il boyu da elə ibadət eləsən. Necə Ramazanda ibadət etdin və sonu bayramdır.
Və bayram da mənası nədir? Bayram odur ki, necə İbn Rəcəb buyurur ki, bayram o demək deyil ki, təzə paltar geyinir, sevinmək. Bayram odur ki, Allah nəsib etdi sənə tövbəni, namaza başladın. Allah nəsib etdi sənə günahlardan tövbə etdin. Allah nəsib etdi sənə oruç tutmayı. Allah nəsib etdi səni Ramazanı tam bitirməyi. Və bu ibadəti Allah sənə nəsib etdiyinə görə sən bayram edirsən. Şükür əlaməti göstərirsən Allah Subhanahu taalaya. Onun üçün də Allah Teala deyir, yeyin, için, lakin Allahı zikr edin. Unutmayın. Hətta yeyib içməkdə, hətta bayram günü Allahı zikr etmək, unutmaq olmaz. Necə ki, əsas döyüş deyil qardaşlar, əsas döyüş deyil. Əsas döyüşdən sonradır. Baxın, sahabələr cihaddan, Allah yolunda, qanın içində gəlmişdilər. Rasul s.ə.v nə dedi? Böyük cihaddan kiçik cihada gəldi, nəfsi cihad. Ramazandan sonra nəfs şeytanla bir yerdə güclənəcək. Bax, həmən ondan sonra, Ramazandan sonra əsas döyüş odur ki, nəfsinə və düşmənə, iblisə qarşı vuruşasan, Rəbbinin sadiq qulu olasan, ona daima ibadət eləsən. Və əsas məsələ budur. Həmçinin baxın, əsas odur ki, həmçinin baxın, tək Ramazanla deyil, necə ki, necə pis qövmdür o, tək Ramazanda Allah'a yad edirlər. Görürsən ki, tək Ramazanda sübh namazına gələn, tək Ramazanda gecə namaz qılan, təravih qılan, oruç tutan, bunlar sonra bu əməlləri kim tərk etsə, kim zəifləsə, kim tənbəlləşsə, artıq Allah Teala və artıq sələflər onu pis qövmə bənzədib. O bir növ müşriklərin sifətini oxşuyur. Onlar bir ibadət edirlər, hansısa bir ayı, ondan sonra bir il Allahı unudurlar. Rəbbimiz əbədidir. Həmçinin bu məsələdə insanlar zəifləməsin deyə içinizdə daima nəsihətçi olsun, daima nəsihətli, insanlara xeyir istəyən. Allah Subhanahu deyir ki, biz sizi vassat bir ümmət etdik. Vassat bir ümmət, insanlar sizin ən xeyrisini etdik və insanlara xeyir istəyən olun. Və həmçinin baxın, daima nəsihət lazımdır ki, insan çaşmasın. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem dünyasını dəyişəndə hamı çaşdı, hamı. Yeganə Əbu Bakır radiyallahu anhu çıxdı ki, kəlmə dedi. Dedi, kim Peyğəmbərə ibadət edirdisə, bilsin ki, Peyğəmbər öldü. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədidir. Və kim Ramazanda ibadət edirsə, bilsin ki, Ramazan bitdi. Rəbbimiz Ramazanın ayı deyil, 12 ayın Rəbbidir. Və Rəbbimiz əbədidir. Və ona görə bilməliyik ki, ona biz əbədiyən ibadət eləməliyik, ölənə qədər, ölüm gəlinə qədər. Tək Ramazanın Rəbbidir Rəbbimiz. Rəbbimiz 12 ayın Rəbbidir. Ona görə də müsəlman nə etməlidir? Həmçinin çalışmalıdır. Həmçinin ömür qısadır, ömür bitir. Və bu da göstərir ki, Ramazanın bitməsi ölümü xatırlayır. Necə? Görürsünüz necə Ramazan bir ay, elə bil ki, bir an keçdi. Elə bil ki, heç olmamışdı. Heç hiss də eləmədin. Və baxın, sənin ömründə Allah Subhanahu səni 100 ildə, 50 ildə, 300 ildə yaşatsa, səni öləndən sonra dirilsə, desə ki, nə qədər yaşayırsan, deyərsən ki, bir saat. Onsuz da o bir saat, alimlər deyir ki, kim Allaha bir saat ibadət edibsə, o elə bil ki, bir saat yaşayır. Baxmayaraq onun ömrü 60-70 il olsa, 100 il olsa, o 100 il yaşamayıb, bir saat yaşayır. Və o bir saatı ibadətdə də Ramazan bizə kömək edirdi. Kim bir saat ibadət edə bilər indən belə, təravih namazında. Amma səbəb idi, o səbəb də energiyadır, o olmalıdır səndən, bir il boyu səni qorumalıdır. Həmçinin ömür qısadır. Baxmayaraq Allah Subhanahu bizim qısa ömür verdi. Bizim ümməti, Muhammed sallallahu ümmətini Allah elə sevdi ki, hətta bizdən əvvəlkilərdən geri qalmağa qoymadı. Onlardan da öndə etdi bizi qiyamət günü. Bir gecə ilə, Qədr gecəsi ilə, baxın nə qədər xeyrlər vermişdi Allah Subhanahu bizə, o xeyrləri qazan və həmçinin baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem nəsihəti ilə həmçinin bu günü qadınlara da nəsihət etdi. Hər bir ibadətin əsası var. Əsas odur ki, o ibadəti edəsən, əsas o ibadət səni tərbiyələndirsin. Əsas o ibadət səndən Allahın istədiyi kimi olsun ibadət. Allah Subhanahu qadınlardan nə istəyir? Qadınlardan istədiyi odur ki, ərlərinə itaət. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, siz əksəriyyəti 80% cəhənnəm əhli siz olasınız. Soruşdular, səbəbi nədir? Səbəbi ərlərin narazılığı, onlardan narazı olması. Ona görə baxmayaraq ibadət edirsən, qadın oruç tutsa, namaz qılsa, əri narazı olsa, Allah qəbul etmir. Qəbul olmaq üçün şərtdir. Baxın, necə neymətdir. Necə neymətdir ki, evlənmək. Evlənirsən, qadın evlənir, artıq onun əri olur. Həyat yoldaşı. O həyat yoldaşı onun cənnətin hasarı olur.
Və sonra insan evlənəndə onun evladı olur. Atanın da qızı olsa, qız cənnətin açarı olur. Baxın, Allah Subhanahu necə sepoşka ilə qurub. Hər şeydə bizdə Allah Subhanahu nə istəyir? Xeyir istəyir. Nə qədər açarlar verir, nə qədər şanslar verir. O cənnətin 8 qapısının açarını hamısının əlimizə verir. Lakin bizdən nədir ki, üzərimizə düşən onu götürək və əməl edək. Və onun üçün də həmsinin baxın, İslam dini xeyirlə, bərəkətlə, təslimlə doludur. O təslimiyyətdə Allahın mükafatı nədir? Ancaq və ancaq cənnət də müjdədir. Baxın, İslam hətta valideynə itaat etməyi buyurur. Valideynə itaat edənlərin mükafatı nədir? Cənnətdir. Həmsinin baxın, İslam dini elm dinidir. Çalışmaq lazımdır. Və xüsusən də cavanlar. O cavanlar ki, cavanlıqda nədir? Sərf etmədilər cavanlığını Allahın dininə, Allahın dinini öyrənməkdə, Allahın dininə köməkdə və elm öyrənməkdə və o elmə dəvət etməkdə. Əgər cavanlar belə edərsə, Allah onları şərəfləndirər, uzaldar və Allah Subhanahu onların qocalıqlarını da bərəkətli edər. Vallahi itayətdə, Allaha ibadətdə, Allahın dinini öyrənməkdə və onu dəvət etməkdə bu şərəfdir. Bu şərəf peyğəmbərlərə verilmişdir. Əgər sənə verilirsə, gör nə məqam tutursan sən. Bu məqama qalxmaq, hər kəs qalxa bilər, Allahın dinini öyrənib. Zəlillik, asli, ancaq və ancaq rüsvayçılıqdır. Rüsvayçılıqdır. Ona görə xüsusən cavanlar da, xüsusən yaşlılar da ömrün az qalmasına bilmirsən, Allaha hər saatında, hər dəqiqəndə ibadət elə. Bilmirsən ki, ölüm nə vaxt gələcək. Onun üçün də qədr gecəsində təqdir olundu hər şey. İllik qədər. Orada hətta ölüm mələyi artıq bilir ki, bu il kimin canını alacaq. Artıq əlində, bizim dildən desə, spisok əlindədir. Ola bilsin, orada sənin adın var. Onun üçün də daima salih əməl üzərində o ki, dünyanı salih əməl üzərində qutara biləsən. Sonluğun gözəl olsun. Əsas odur ki, müsəlman kimi yaşasan. Əsas odur ki, müsəlman kimi öləsən və sonluğun da gözəl ola. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Əməllər son əməldən ölçülür. Həmçinin baxın, Allah Subhanahu taala bizi eşitib faydalanmadan etsin. Allah Subhanahu taala hər birimizin bayramını qəbul etsin, ibadətlərinizi. O qardaşlar ki, dua edirəm ki, həris oldular, kömək etdilər bu Ramazana dəvətə. Necə indi həris oldun, necə kömək etdin iftarın təşkilinə, iftar verməyə, acları doydurmaya, dəvətə. Elə də il boyu həris ol. Bil ki, sən Allah yolunda mücahidsən. Bil ki, sənin mükafatını Allah verəcək. İftar verənin mükafatını Allah verəcək. Oruç tutanın mükafatını Allah verəcək. Dəvətçiyə kömək eləyənin, sədəqə verənin, əlini tutanın Allah verəcək. Kömək əvəzini, kasıba kömək eləyən, acın qarnını doyduran əvəzini Allah verəcək. Allah Subhanahu nə deyir? Kim bir müsəlmanı idirdərsə, Allah onu idirdər qiyamət günü. Kim bir müsəlmanı geyindirərsə, Allah Subhanahu ona qiyamət günü ən gözəl paltar geyindirər. Həmçinin baxın, nə qədər mükafatlar var, o il boyu onu edə bilərsən. Allah Subhanahu hər birimizdən, hər bir müsəlmanlar o tutduğu oruçları qəbul etsin. Və bununla yenə də hatırlayam ki, ibadət bitmir, məhsumlar bitmir. Allah Subhanahu baxın, hətta Ramazandan sonra, biraz dincələndən sonra nə gəlir? Ən böyük fəzilətli Zilhicə gəlir, həc ayı. Baxın, nə qədər hamısı bir-birinə bağlıdır. Hamısı bir-birinə. Sonra nə gəlir? Gəlir ondan əvvəl gəlir Məhərrəm. Hamısı yenə oruc. Məhərrəm oruc, Zilhicə oruc, Ramazan oruc, Arafa oruc. Nə qədər subhanallah. Hamısı nə qədər bütün orucdur. O Ramazanda sən orucu tutdun və həmən orucun da səbəb olsun sənə birinci gün, dördüncü günü. Baxın, xatırlayıram sizə. Ramazanda hər kəs oruç tutdu. Hər kəs. Amma Rəyyan qapısı, cənnətin 8 qapısından biri Rəyyan qapısı. Kimlər keçəcək? Ramazanda oruç tutanlar deyil, sünnə oruç tutanlar. Sünnə. Onlar Rəyyan qapısına keçəcəklər. Ramazanda nə var ki, hamı tutur. Onun üçün də ibadətin əsnasında yox, ibadətdən sonra necəsən? Əsas ibadətdən sonra, əsas məsciddə yox, əsas bayırda necəsən? Daima Allahdan ədəbli ol, daima Allahdan həyalı ol. O şəxslər ki, açıq aydın günah eləyirlər. Yenə xatırlayıram, sigaret, qaynar, xəbis əməllər, narkotik. Onlar utansınlar Rəblərindən. Qiyamət üçün Allah onları biabır edəcək. Açıq aydın günah da bağışlanmır. Gizlin günahlar sənin savabını yiyir. Amma açıq günah səni bağışlamır. Peyğəmbər sallallahu deyir,
Əgər sən desən ki, nə var ki bundan? Biz deyirik ki, sən cümədə danışanda danışmaq cüməni batil eləyir. Sən yenə danışırsan ki, necə yəni batili? Mən Allaha batil eləyirəm. Niyə batil olur? Onda sənin deməyinlə Peyğəmbərin hədisi yalan çıxır. Sən küfr eləyirsən. Rasul s.ə.v deyir ki, kim danışsa cüməsi batildir. Kim açıq aydın günah etsə, onu Allah bağışlamır. Sən yenə deyirsən, Allah bağışlayacaq. Onda Peyğəmbərin hədisi yalan çıxır. Allahdan qoruq və il boyu əgər tövbə etdinsə Ramazanda, göstər Allaha tövbəni, tövbəndə sadiq ol. Allah Subhanahu bizə nə istəyir? Sadiq tövbə. Allah Subhanahu bizi sadiq tövbə edənlərdən etsin.